Dostlar salam, hər birinizi xoş gördük. Paylaşdığım sualın izahını sizlərə təqdim edirəm. Mətni əvvəlcə oxuyaq. Müasir astrofizik tədqiqatlar göstərir ki, kainatın genişlənməsi xronoloji ardıcıllıqla deyil, qeyri-bərabər sürətlə baş verir. Bu, qeyri-xətti genişlənməyə səbəb olan əsas amil qaranlıq enerji adlanan və hələ də fiziki təbiəti tam açıqlanmamış bir gücdür. Qaranlıq enerji maddə ilə cazibə qüvvəsi arasında tarazılığı pozur. Nəticədə qalaktikaların bir-birinə uzaqlaşma sürəti artan templə davam edir. Maraqlıdır ki, bu proses kainatın gələcəkdə tamamilə dağılması ehtimalını da gündəmə gətirir. Bu baxımdan qaranlıq enerjinin öyrənilməsi təkcə fizikanın deyil, fəlsəfənin də nəzəri müstəvisində yeni suallar doğurur. Kosmologiyanın sərhədlərini aşan bu problem insanlığın mövcudluq anlamına da təsir edə bilər. Mətnin əsas ideyasına əsasən qaranlıq enerji yanaşmada hansı fikirlər daha uyğun hesab edilə bilər? Ümumiyyətlə, gəlin görək bizə mətin nəyi deyir? Mətində əsas tezis nədir? 1. Kainat bərabər yox, qeyri xətt sürəti ilə genişlənir. Yəni, burada ilk cümlədə bunu vurğulayır bizə. Sonra, bu genişlənmənin səbəbi qaranlıq enerji adlanan hələ də tam anlaşılmamış bir gücdür. Bunu vurğulayır. İkinci cümlədə bunu deyir. Qaranlıq enerji qalaktikaları bir-birinə uzaqlaşdırır, yəni cazibə qüvvəsinə əks təsir göstərir. Bu güc o qədər əhəmiyyətlidir ki, kainatın dağılması ehtimalı belə müzakirə edilir. Və sonda da üstəlik qaranlıq enerjinin araşdırması yalnız fiziki yox, filosofik, fəlsəfi baxımdan da yeni suallar doğurur ki, bax, bu kimi xüsusiyyətlər öz əksini tapıb. Deməli, əsas fikir nədir burada? Burada əsas fikir odur ki, qaranlıq enerji, yəni mətnin əsas fikri odur ki, əsas ideyası odur ki, qaranlıq enerji təkcə fizika və astrofizika problemi deyil, insanın varlıq anlamına da təsir edəcək dərəcədə fəlsəfi dəyəri olan bir problemdir. Bax, fikir verin, son cümlədə nədir? Kosmologiyanın sərhədlərini aşan bu problem insanlığın mövcudluq anlamına da təsir edə bilər. Yəni, burada əsas fikir, qaranlıq enerji təkcə fizika və astrofizika problemi deyil, insanın varlıq anlamına da təsir edə biləcək dərəcədə fəlsəfi dəyəri olan bir problemdir. İndi buna əsasən görək ki, qaranlıq enerjiyə yanaşmada hansı fikirlər daha uyğun hesab edilə bilər. Biz bunları diqqətlə təhlil edək, mətni təhlil edək, görək nədir? Məsələn, A bəndinə baxaq. Deyir ki, qaranlıq enerji yalnız texniki elmlərin predmetidir və onun fəlsəfi yönlərinin araşdırılması nəzəriyyənin spekulativləşməsinə səbəb olur. Belə yanaşma elm ilə fəlsəfə arasındakı sərhədi qorumağa xidmət edir. Yəni, bu doğru deyil. Niyə? Çünki qaranlıq enerji yalnız texniki elmlərin predmetidir fikri. Bu doğru bir şey deyil. Mətnə ziddir. Çünki mətn açıq şəkildə göstərir ki, ən son cümlədə bu enerji həm də fəlsəfi suallar doğurur. Yəni, insanlığın mövcudluğunu, yaranmasını araşdıran nədir? Xüsusiyyətləri özündə əks etdirən fəlsəfi suallar daha doğurur. Deməli, A bəndimiz cavab olmayacaq. Keçirik B bəndinə. Qaranlıq enerji yalnız qalaktikalar arası məsafələrin hesablanmasında texniki parametr kimi istifadə edilir. O, insan həyatına və fəlsəfi yanaşmalara təsir edə biləcək potensial daşımır. Bu da yanlışdır. Niyə? Çünki yalnız texniki parametr deyir. Çünki mətndə deyir ki, bu gücün fəlsəfi təsiri belə var. Bunu da çıxdıq. C bəndi. Qaranlıq enerjinin mövcudluğu barədə iddialar sübut olunmadığı üçün bu anlayış yalnız nəzəri səviyyədə qəbul edilə bilər. Onun real təbiəti elmi çevrələrdə hələlik ciddi şəkildə rədd edilir. Hələlik ciddi şəkildə rədd edilir fikri səhvdir. Mətn göstərir ki, bu anlayış qəbul olunub, sadəcə fiziki təbiəti tam açıqlanmayıb. Yəni, bu anlayış qəbul olunub. Qaranlıq enerji anlayışı var. Amma sadəcə tam açıqlanmamış bir gücdür. Yəni, anlayış qəbul olunmasa ona ad da verməzdilər. Ona görə çıxdıq. D bəndi. Kosmoloji tədqiqatlarda qaranlıq enerji anlayışı artıq aktuallığını itirmişdir. Hazırki tədqiqatlar daha çox ulduzlararası toqquşma və cazibə dalğalarına yönəlib. Bu da doğru bir şey deyil. Bu məsələlərin mərkəzdə olduğunu göstərir. Bu da yanlışdır. Və gəlirik əsas bəndə. Əsas bənd cavabımız qaranlıq enerjinin təbiəti yalnız kainatın quruluşunu deyil, həm də insanın mövcudluğuna dair fundamental sualları gündəmə gətirir. Bu güc elmi olduğu qədər də fəlsəfi kontekstdə anlam yükü daşıyır. Bəli, əsl cavab budur. Mətnin ideyasına uyğundur və bu xüsusiyyətlər də ümumi fikirdə özünü doğruldur. Sualın doğru cavabı olur Y variantı. Bəli, əziz dostlar, əgər
daha çox belə maraqlı sual tipləri işləmək istəyirsinizsə, bizim Mix sınaq qruplarımıza qoşulub oradan faydalana bilərsiniz. Sınaq qruplarına qoşulmaq üçün bu nömrənin WhatsApp ilə əlaqə saxlaya bilərsiniz. 077 271 271. Sonunda sizdən bir ricam, videonu bəyənməyi və kanalı izləməyi unutmayaq.